Bəzi hallarda Azərbaycanı Dubay ilə müzakirə edirlər, müqayisə edirlər və bəzi Bakıya səfər edənlər Azərbaycanın inkişafını, xüsusilə Bakının, onun mərkəz hissəsinin inkişafını təxminən Dubayda olan inkişafla müqayisə edirlər. Təbii ki, xüsusilə Bakının mərkəz hissələrində müəyyən müqayisə olunacaq cəhətlər həqiqətən mövcuddur. Çünki çox bahalı restoranlar, çox bahalı otellər, çox bahalı istirahət yerləri və s. Bakı şəhərində açılır. Ancaq əhalinin həyat səviyyəsi ilə Dubay əhalisinin həyat səviyyəsini müqayisə etdikdə biz tamam başqa bir mənzərənin şahid oluruq. Ölkədə belə böyük gəlirlər olmasına baxmayaraq, korrupsiyanın miqyasının bu qədər yüksək olmasına baxmayaraq, əslində Azərbaycan əhalisi sosial vəziyyətdən kifayət qədər çətin vəziyyətdə yaşamaq məcburiyyətində qalan əhalidir. Yəni 300 manatla, 350 manatla indiki qiymətlər çərçivəsində yaşamaq mümkün deyil. Yəni bu insanların minimum həyat tələbatını ödəməyən bir vəsaitdir. Yəni bu vəsaitlərlə dolanmaq, bir ayı başa vurmaq məcburiyyətində qalan insanlar. İndiki yüksək kommunal xərclər, indiki yüksək ərzağın qiymətləri və digər şərtlər daxilində yoxsulluq səviyyəsində yaşamaq məcburiyyətindədirlər. Məsələn, mahiyyəti ondan ibarətdir ki, məsələn, Dubayda yerli əhali çox asudə yaşayır. Orada xidmət sahələrində tamamilə başqa ölkələrdə, Şərqi Avropa ölkələrindən, Pakistandan, digər ərazilərdən, o cümlədən Azərbaycandan gəlmiş adamlar çalışırlar. Ancaq Azərbaycanda ən ağır işləri elə biz özümüz görürük. Nəinki Azərbaycanda, hətta bir çox qonşu ölkələrdə, xüsusilə Türkiyədə ən ağır sahələrdə, ən ağır işlərdə çalışanlar elə Azərbaycanlılardır, Azərbaycan vətəndaşları. Yəni bu tamamilə belə bir qeyri-müəyyən Azərbaycanın hakimiyyətdə olan, vəzifədə olan nümayəndələri ilə, məmur təbəqəsi ilə Azərbaycan xalqı arasında çox böyük bir təbəqələşmə əmələ gəlir, çox böyük bir uçurum əmələ gəlir. Yəni Azərbaycanın gəlirləri artdıqca korrupsiyanın miqyası artır, ancaq əhalinin həyat səviyyəsi yüksəlmir. Əksinə, həyat səviyyəsi daha da aşağı düşür, daha da çətinləşir. Çünki Azərbaycanın gəlirlərinin artması nəticə etibarilə qiymətlərin artmasına da təsir göstərir, qiymətlərin artmasına səbəb olur. Ancaq əhalinin yalnız bir hissəsi, uzağı 5%, 10% bu qiymətlər çərçivəsində normal həyat şəraitini sürdürə bilir. Ancaq əhalinin böyük bir hissəsi, mütləq əksəriyyəti gündən-günə yoxsullaşır. Azərbaycanın gəlirlərinin artması, Azərbaycanda iqtisadi yeniliklərin tətbiq olunması, bazar iqtisadiyyat ünsürlərinin ortalığa çıxması və digər bu tipli amillər, eyni zamanda dünya bazarında neftin, qazın qiymətinin artması, Azərbaycanın ixrac etdiyi enerji daşıyıcılarının miqyasının, miqdarının çoxalması heç də Azərbaycan xalqının həyatının yaxşılaşması ilə nəticələnmir. Əslində, tamamilə əksinə son 2 ildə qiymətlər o dərəcədə yüksəlib ki, artırılan maaşlar, artırılan pensiyalar bu məsələni adekvat deyil və kompensasiya etmir. Eyni zamanda maaşla çalışan adamların sayı da yəni bütün Azərbaycan xalqını əhatə etmir. Yəni Azərbaycanda çox sayılı insanlar, 100 minlərlə, milyonlarla insanlar var ki, onlar maaş almırlar, pensiya almırlar, işsizdirlər və ya xırda və orta bizneslə məşğuldurlar ki, maaşların artımının, pensiyaların artımının onlara heç bir dəxli yoxdur, heç bir aidiyyəti yoxdur. Eyni zamanda müharibə veteranlarının pensiyaları cəmi 80 manatdır və bu pensiyalar artırılmadı və bu da təbii ki, insanların həyatına çox ciddi təsirlər göstərir. Azərbaycanda o minlərlə adam var ki, müharibə veteranıdır və onlar öz həyatlarını riskə qoyaraq Qarabağın işğaldan azad edilməsi müharibəsində birbaşa ön cəbhədə iştirak ediblər. Ancaq onların 80 manat onlara verilən pensiya artırılmayıbdır. Və xüsusilə pensiyası olmayan, sosial yardım ala bilməyən, heç bir yerdən maaş almaq imkanı olmayan yüzlərlə, minlərlə, 100 minlərlə, milyonlarla Azərbaycan vətəndaşı var. Yəni qiymətlərin qalxması şəraitində bu adamların həyat səviyyəsinin hansı vəziyyətə düşməsi göz önündədir və hakimiyyət bütün bu məsələləri nəzərə almır. Əksinə, hakimiyyətə yaxın olan mətbuat orqanları qiymətlərin qalxmasından daha çox pensiyaların qalxmasından, müavinətlərin qalxmasından, maaşların qalxmasından danışırlar ki, halbuki maaşların qiymətinin, maaşların artırılması qiymətlərin artırılmasına adekvat deyil, ona uyğun deyil. Qiymətlər çox bahalaşıb, çox artıb
ancaq maaşlar ona uyğun, ona adekvat olaraq artırılır. Arif bəy, izləyicilər səslə bağlı problem yaşayırlar. Bəlkə zəng edeyim sizə, elə davam edək.